Qoç, günün ilk yarısı uğurludur. Bu zaman ərzində nə qədər faydalı iş görə bilsəz, bir o qədər yaxşıdır. Axşam saatlarına yaxın kiçik mübahisələr baş qaldıra bilər. Səhhətinizdə problemlərin yaranması və yuxusuzluq isə istisna deyil. Buğa, risk etməkdən çəkinməyin. Qətiyyət və əzmkarlıq uğur vəd edir. Sizi tənqid etməyən, dəstəkləyən insanlarla daha çox ünsiyyətdə olun. Bədbin insanlarla təmasları minimuma indirin. Gəlirləriniz bir qədər arta bilər, lakin alış-verişdə bədxərclik etməyin. Əkizlər, qaydalara riayət etməyə, ənənələri pozmamağa çalışın. Sınanmış, etibarlı yolla gedin. Risk etməyin. Belə taktika səhvlərə yol verməməyə kömək edir. Amma tez bir zamanda uğur əldə edəcəyinizi düşünməyin. Geyim almaq fikrindəsinizsə, klassik üsluba üstünlük verin. Hərçəng, mühüm işləri təxirə salmayın. Bugün başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Hansı layihənin perspektivli olduğunu, hansının isə diqqətə layiq olmadığını intuisiyanız sizə deyəcək. Özünüz olun. Bu, qarşı tərəfdə xoş təəssürat yaratmaq üçün yetərlidir. Şir, bir yerdə davam gətirə bilmirsiniz. Daim nə işləsə məşğul olmaq istəyirsiniz. Həmin işlərin faydalı olmasına çalışın. Vaxtınızı və qüvvənizi düzgün istiqamətə sərf etmək üçün məsləhətə ehtiyacınız olacaq. Dostlara vaxt ayırın. Qız, karyeranızın inkişafında rolu ola bilən insanlarla qeyri-rəsmi ünsiyyətdən çəkinməyin. Belə şəraitdə qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. İncə zövqlü insan təsiri bağışlamağa çalışın. İctimai həyatda iştirak, dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı zamandır. Diqqət mərkəzində olmağa çalışın. Tərəzi, uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclənir. Enerjinizi doğru bildiyiniz istiqamətə yönəldin. Etibarlı müttəfiqlərə bel bağlaya bilərsiniz. Onlar sizə dəstək verəcək. Məsləhətlərini əsirgəməyəcəklər. Axşam saatlarında istirahət xoş təsir bağışlayacaq. Əqrəb, çevik, qətiyyətli, fəal olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmalısınız. Alış-veriş üçün əlverişli vaxtdır. Amma bədxərclik etmək olmaz. Romantik görüşün təəssüratları uzun müddət unudulmayacaq. Reallıqla barışmalısınız. Oxatan, bir çox problemləri həll etmək olar. İntizamlı, ciddi olun, xırdalıqlara fikir verin. Aktual məsələləri və planlarınızı yaxınlarınızla müzakirə edə bilərsiniz. Yaxın perspektivə hesablanmış ideyalarınızı təhlil edin. Bugün tanış olacağınız insan həyatınızda mühüm rol oynaya bilər. Oğlaq, şansa bel bağlamayın. Bugün əldə edəcəyiniz hər şeyə görə qətiyyət, iradə və əzminizə minnətdar olmalısınız. Yeni bilik və bacarıqlar əldə etmək üçün yaxşı gündür. Dünya görüşünüzü artırın. Yaradıcılıq potensialınız yüksəkdir. Yarımçıq işlərinizi başa çatdırın. Dolça, bir qədər gərgin gündür. Mühüm qərarları müstəqil şəkildə, yaxın ətrafınızdakı insanların məsləhətlərinə əsaslanmadan intuisiyanıza güvənərək qəbul etsəz, yanlışlıqlara yol verməyəcəksiniz. Ticari fəaliyyət, anlaşma və sövdələşmələr alış-veriş üçün münasib gün sayılmaz. Balıqlar, istənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual səviyyəniz yüksəkdir. Möhtəşəm ideyalarınızdan birini reallaşdırın. Yeni tanışlıqlar baxımından əlverişli gündür.